Salam kanalıma gözəl, mehriban, dəyərli xanımlar, hər birinizi xoş gördük. Bugün yeni vlogla sizlərin qarşınızdayım. Bu günləri gördüyünüz kimi hər yerdədim. Hamısı qarışıb. Burada da yine hər yerdədir. Uşağım biri orada yatır, biri orada, hərəsi bir tərəfdə yatıb. Bunu yupura qoymuşam. Bu karnizi almışam, təzəsini. Baxın, bunu çıxardacam, bunu yerinə taxacam. Orada taxtada qaynatam namaz qılıb çəkə bilmirəm. Baxın, hər yerdədir. Salam dəyərli xanımlar, hər birinizi xoş gördük. Bugün yeni vlogla sizlərin qarşınızdayım. Dəyərli xanımlar, ilk öncə evin dağınıq halını sizə göstərəcəm. Daha sonra təmiz salınım. Bu paspasın veriləsidir. Bunu təzə almışam. Bunu da təzə almışam. Bu pastelimi də təzə almışam. İndi taxdım ki, görüm ki, ölçüləri nətərdir. İndi çıxardacağım. Qəşəkləri yuyub yenidən yerinə taxacam. Bu pərdəni də təzə almışam, dəyərli xanımlar. Pərdəni də yudum. Bunu rayına aparacam. Bir də belə pərdə almışam. Baxın, belə bu cür nə pərdədir. Prosta o böyürlərin tormuzlarını taxmamışam deyənə. Tam açırıq eləməmişəm də. Yəni tam açmamışam. Baxın, belə fasonu belə bu cür nədir. Burada qotazlar var, dəyərli xanımlar. Baxın, belə. Bunun birini baxın, belə bu cür nə uzun pərdədir. Baxın, dəyərli xanımlar. Aşağısı baxın, belə bu cür nə uzundur. Bəlkə indi aşağısı ala bilsən kəstirdim. Bəlkə yox. Baxın, belə. Belə bir pərdə. Evin halı bu. Burada da uşaqların evinin halı. Baxın, belə. Bu kravatları belə qoymuşsam, indi yerlərini dəyişəcəm. Bir də xanımlar, belə bu cürə təzə pərdə almışam. Baxın, belə. Bu birisinin qırağını taxmamışam, oradadır. Onu indi taxacam. Baxın, hər yerdədir. Baxın, burası da belədir, dəyərli xanımlar. Görürsünüz. İndi bir dənə bunlara qolluq istəyirəm alam ki, rahat taxım. Daha sonra burada da yine gördüyünüz kimi hər yerdədir. Baxın, dağınıqdır. Bunları da yığışdıracağım. Yine bundan almışam. Öbürü qırıldı. 2 dənə almışdım. Birini elə bir ki matrasları zaten toz soğanlayırdım. Birini də ki pollara istifadə edirdim. Pollara istifadə edənim qırıldı. Birini belə aldım. Biri də odur. İndi mən ortalığımı yığışdırdım. Qəşəng bunun altını təmizlədim, yığdım. Ondan yuyulanlar var. Bir-iki dənəsi qaldı. Onları da atacağım yuyulmağa. Başlayaq işlərimizi görməyə. Buranın da böyle tozunu aldım. Geçeceğim yerlere. Baxın əzizlərim, bir 10 döşəmi çöl atmışam.
Hələ bax buradakıları da yığmamışam. İndi çırpdım. Yadıma düşdü. Elə bilirəm ki, çəkirəm. Sən demə video çəkilməmir. Sonra baxın burada ayaqqabıları ıslatmışam. Burada da polver dirəsidir. Tozsoran çınçalasını yuyasıyam. Əskiləri yuyasıyam. Hələ işlərim davam edir. İdeal marketdən qızım bazarlıq eləyib. İndi onları bölüşəcəm. Bir dənə belə salfetka alıb. Sonra Savilla'nın makaronu. Savilla'nın makaronu. Bu da kəpənəyi. Mərci. Daha sonra qreçka. Sonra nazik makaron. Bir de böyle gendalı. Daha sonra zalatayanın yağıdır. Daha sonra Azerbaycan çayıdır. Belə domestosdur. Ferdir. Sonra belə duzdur. Sonra xörək duzudur. Bir ədəd də belə paraşokdur. Daha sonra belə popkorndur. Nasıl elə yorğun alıcı ağzıyla söz tutmuyor danışmağa. Bu da belə bu cürdür. Sim çıxardı. Bir noğul konfetdir. Yine karasını çıxardı. Daha sonra pesokdur. Ədəd Ankaranın yenə vermişli 2 ədəd də koyuq. Bir ədəd də belə xırasan. Üçüncü kulokumuzdu. Və yenə onların hoş beşləri. Çiyələkli belə bir pilok. Karina. İskalata. Azma. Burada bir ədəd rastişkaydı. Belə bu cürlə konfetdi. Daha sonra isə belə bir düydü, uzun düydü. Adını göstərəcəm. Müjdə. Burada bir paska da belə prenikdir. Daha sonra isə 1 litr belə süddür. Bir ədəd də saqqızdır. Dəyərli xanımlar, kanalıma abunə olmağı unutmayın. Rəy bölməsində rəylərinizi yazın. Like etməyi də unutmayın. Deməli xanımlar, bir ədəd belə süpürgə aldım. Çox yumuşaqdır, rahatdır. Daha sonra isə bir ədəd də belə paspasın əskisini aldım, paspası aldım. Bu da ki, bundan 2 dənə aldım. Dəyərli xanımlar, biri buydu, biri də bayaqlar göstərdiyim idi. Daha sonra isə naska aldım özümə belə. Batareya aldım, bir dənə də liner aldım. Yeni vlogda görüşmək ümid ilə hələlik.